tərəflərin nümayəndələrinin bu məsələlərə cəlb olunması, yəni auditoriyanın düzgün seçilməsi, hədəfin düzgün seçilməsi olduqca vacibdir. Qeydilərimiz də çalışırlar. Çalışırlar ki, müəyyən qədər bu məsələlərdə öz töhfəsini versinlər, amma biz istərdik ki, bu layihələr daha praktik xarakter daşısın. Necə? Yəni, korrupsiyanın mübarizə mövzusunda aksiyalar keçirilsin. Bununla bağlı xüsusi təlimlər təşkil olunsun. Korrupsiyanın əhalinin deməli korrupsiya şərait yaradan amillər də aşkarlansın. Yəni bəzən vətəndaşlar özləri belə deyək ki, bu şəraiti yaradırlar. Sonra isə ondan artıq şikayət edirlər. Ona görə də mən hesab edirəm ki, bu təkcə müəyyən bir təbəqənin belə deyək ki, hədəf qrupu kimi götürmək olmaz. Burada bütün vətəndaşların iştirakını təmin etmək lazımdır və korrupsiya ilə mübarizə bir etik davranış vətəndaş mədəniyyəti halına formalaşmalıdır. Bu artıq burada vətəndaşın belə deyək ki, davranışın da ictimai və digər məsələlərə münasibətində bir vətəndaş mövqeyindən, bir vətəndaş mədəniyyətindən və hüquqi baxımdan doğru bir formada çıxış etməsindən olduqca asılıdır. Əlbəttə, bunun bütün elementlərini burada sadalamaq, məhz vətəndaş hansı məsələdə hansı addımı atmalı, bu geniş vaxt aparan bir məsələdir. Hər halda mən hesab edirəm ki, bu ilk növbədə vətəndaş mədəniyyətidir. Əgər vətəndaş qanuna uyğun, özünün dövlətinin qanunlarına uyğun olaraq öz davranışını qurarsa, o demək olar ki, korrupsiya halını minimuma endirməsi çox böyük töhfə verə bilər. Və biz də istərdik ki, bizim qeydlərimiz bu sahədə təbliğatı gücləndirsinlər. Mən Fərasət müəllimlə tamamilə razıyam. Sadəcə olaraq əlavə etmək istərdim ki, təbliğatı nəinki vətəndaşlar arasında, məmurlar arasında da aparmaq lazımdır. Bu bir. Digər, biz bilirik ki, dövlət qulluqçuların etik davranış kodeksləri mövcuddur və dövlət qurumları kodeksin qaydalarını pozmasına görə müəyyən cəzalar verilir. Mən istərdim ki, bu cəzalar barədə dövlət qurumları müntəzəm olaraq məlumat versinlər. Əhali bilməlidir ki, dövlət qulluqçuların etik davranış kodeksləri var. Dövlət qulluqçuları o kodeksi pozarkən müəyyən cəzalara məruz qalırlar. Mən elə gəlir ki, bu təbliğatın ən güclü üsullardan biri olar. Ramin Hüseynov. Korrupsiya qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatları ilə dövlət orqanlarının sıx əməkdaşlığının çox mühüm əhəmiyyəti vardır. Qeyd etmək istəyirəm ki, 05 sentyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş korrupsiya dair 2012-2015-ci illər milli fəaliyyət planında qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq ayrıca bir bənd nəzərdə tutulmuşdur. Burada qeyd edilmişdir ki, qeyri-hökumət təşkilatları ilə dövlət orqanları arasında sıx qarşılıqlı əlaqələr olmalıdır. Qeyri-hökumət təşkilatları tərəfindən layihələr həyata keçirilir, maarifləndirmə tədbirləri keçirilməlidir. Korrupsiya doğuran şərait səbəb müəyyənləşməlidir. Bununla bağlı əhalidə məlumatlandırılma keçirilməlidir, bukletlər buraxılmalıdır, digər bülletenlər buraxılmalıdır. Bundan başqa qeyd etmək istəyirəm, qeyd etdiyim kimi 27 yanvar 2012-ci il tarixdə Korrupsiya qarşı mübarizə idarəsi ilə qeyri-hökumət təşkilatları şurası arasında əməkdaşlıqlar memorandum imzalanmışdır. Bu memorandumun həyata keçirilməsindən bağlı Korrupsiya qarşı mübarizə idarəsinin əməkdaşları qeyri-hökumət təşkilatlarının təşkil etdiyi seminar, trening, digər konferanslarda mütəmadi olaraq iştirak edirlər. Korrupsiya doğuran səbəb və şəraitin aradan qaldırılması, bu problemin həll edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının əməkdaşlarında hər hansı hazırlanmış layihələrdə, tədbirlərdə mütəxəssis kimi cəlb edirlər və o ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu tədbirlər həyata keçirilir. Bu baxımdan qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın korrupsiya qarşı mübarizə sahəsində çox mühüm əhəmiyyəti vardır. Sevgim Rəhmanov. Ümumiyyətlə, qeyri-hökumət təşkilatlarının ən mühüm iş sahəsi maariflənmə işidir. Biz profesional birlik olaraq sahibkarları fəaliyyətimizin ilk günlərindən onların problemlərini öyrənirik. Və bu problemlərin nədən törəndiyini görəndə, onların həllinə çalışanda mütləq hökumət strukturları ilə, ayrı-ayrı nazirliklərlə iş birliyi qurmalıyıq ki, bu problemlər çözülsün. Və bugün mən Vergilər Nazirliyinə, Kömürlük Komitəsinə, Meteorologiya və Standartlaşma İdarəsinə, Sanitar-Epidemiologiya Mərkəzinə, prokuraturlara çox ayrı-ayrı hökumət strukturlarıyla biz fəaliyyət elə qurmuşuq ki, sahibkarların onlara törədilən maneçiliklər elə ilk növbədə aradan qalxır.
İndi axır vaxtlar məsələn İqtisadi İnkişaf Nazirliyi ilə biraz işlərimiz qura bilmirik. Mən bu fürsətdən istifadə edib çox istərdim ki, onlarla da problemlər var sahibkarların. Onlarla da iş birliyinə elə bir yekun bir iş qura bilər ki, sahibkarlar bundan əziyyət çəkməsinlər. Çünki milli fəaliyyət planında da istəyir keçən ilki, istəyir 12-15-ci il üçün verilən milli fəaliyyət planında da qeyri-hökumət təşkilatlarının hökumət strukturları ilə bir yerdə fəaliyyəti önə çəkilmişdir. Və biz işimizi elə qururuq ki, bu fəaliyyət davamlı olsun, sahibkarlar bundan istifadə edə bilsinlər, hər iş məhkəməyə gedib çıxmasın. Sahibkarlar elə əvvəlcədən sahibkarları da maarifləndiririk ki, bu problemlərin bəziləri onlardan asılıdır. Hardasa lisenziyaları vaxtında almırlar, vaxtında malları sertifikatlaşdırmırlar. Ola bilməyərəkdən də var. Amma burada bəzi məsələlər də var ki, onlardan qeyri-qanuni tələblər də biz rast gəlirik. O qeyri-qanuni tələblərə, ayrı-ayrı nazirliklərə biz müraciət edəndə görürüz ki, o bugün müvəffəq oluruq ona. Və mən çox minnətdarım doğrudan da ki, həmin o işçilərə ki, bizim sahibkarlar onların işindən razıçılıq edirlər bu saatda. Vasim müəllim. Son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul olunmuş 2007-2011-ci il milli strategiyası və 5 sentyabr prezident sərəncamında da uzun illərdir ki, vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə istiqamətində səsləndirdiyi təkliflər də öz əksini tapıb. Yəni, bu deməkdir ki, dövlət orqanları və ictimai rəyə də nəzərə alıblar və ictimai rəyə diqqət yetirilib və həmçinin də dövlət orqanları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığının nəticəsidir bu. Mən konkret bir misal üzərində dayanacağam. Ərizə və şikayətlərə baxılması məsələlərində təkliflərin verilməsi dövlət başçısının 5 sentyabr sərəncamında var, milli fəaliyyət planında. Ərizə və şikayətlərə baxılmasına təkmilləşdirilmə. Bilirsiniz, hələ milli strategiyada da var idi bu, ərizə və şikayətlərə baxılmasına daxili nəzarət qurumlarının yaradılması. Bu çox mühüm bir məsələdir. Çünki Azərbaycanda bugün korrupsiyaya qarşı mübarizədə problemli məsələ ərizə və şikayətlərin baxılma məsələsidir. Ərizə və şikayətlərin qəbul olunması və baxılması. Bugün insanların konkret isə sahibkarların hansısa bir orqana müraciət etməyə imkanı yoxdur. Bu layihədə o salınıb. Yəni, sahibkarların konkret hara müraciət etməsi ilə bağlı təkliflərin hazırlanması. Bugün vətəndaşlarımız hansısa məmur özbaşınalığından harasa müraciət etmə imkanı yoxdur. Bircə 161 xidməti Dövlət Baş Prokurorluğu yanında Korrupsiya qarşı mübarizə idarəsinindir. Amma orada da konkret korrupsiya və rüşvətxorluqla bağlı şikayətlər qəbul olunur. Amma məmur özbaşınalığı ilə digər hallarla bağlı vətəndaşın müraciət etməsi üçün bax, bu fəaliyyət planında o konkret ictimai rəydən gələn təkliflər öz yerini tapıb. Dövlət başçısı onlara diqqət yetirir və onlar salınıb bura. Və daxili nəzarət qurumları deyəndə, burada bilirsiniz, hər bir dövlət orqanının, nazirliyin, daxili nəzarət qurumu təbii ki, ora gələn daxil olan şikayəti, o sahəyə aid olan şikayəti, təbii ki, özlərinin maraqlarını üstün tutmaqla həll edəcəklər. Çünki o daxili nəzarət qurumunda həmin nazirliyin nümayəndələri iştirak edirlər. Eləcə də qaynar xətlərində. Amma yaxşı olardı ki, təklif belədir. Yaxşı olardı ki, orada vətəndaş cəmiyyətinin iştirakı təmin olunsun. Daxili nəzarət qurumlarının fəaliyyətində, eləcə də qaynar xəttin fəaliyyətində vətəndaş cəmiyyəti, əgər bu şəffaflıqdırsa, əgər həmin dövlət orqanı şəffaflığa artırılması və korrupsiyaya qarşı mübarizə ilə milli strategiyanı qəbul edibsə, həmin dövlət orqanı dəfələrlə bununla bağlı müzakirələr gedib, iclaslar gedibsə, deməli, onlar şəffaflığı təmin etməlidirlər. Şəffaflığı da o halda təmin olunur ki, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti o orqanın daxili nəzarət qurumunda, eləcə də qaynar xəttində yaxından iştirak etsin. Bax, burada mən deyərdim ki, vətəndaşların şikayətlərinin həll olunmasına, yəni əsas problemli məsələ. Bilirsiniz, bütün qəbul olunan sənədlər dövlət başçısı tərəfindən. Bircə xət var orada, ana xət. Orada dövlət orqanlarına olan ictimai etimadın artırılması. Bax, ictimai etimad o vaxt artırılacaq ki, həmin dövlət orqanı özünü ictimaiyyət qarşısında şəffaf, öz fəaliyyətinin şəffaflığını sübut edə bilsin. Cənab Mövsümov deyəndə ki, yeri yoxdur, var. Qeyri-hökumət təşkilatı sahibkarların söz deməyə, müraciət etməyə yerləri çoxdur. Amma bəzi sahibkarlar özləri də bundan düzgün istifadə etmirlər. Onlar o yerləri axtarmırlar, yerləri bilmirlər. Elə vaxt yoxdur ki, əgər bizə müraciət olunursa, o müraciətin arxasında biz məhkəmələrə qədər gedib çıxırıq. Niyə yoxdur?
Əgər bu hansısa dövlət orqanına bu əli çatmırsa, onun mənafeyini, onun işinə xələl gətirən işlər görürsə, niyə müraciət etməsinlər qeyri-hökumət təşkilatlarına? Əgər o hökumət təşkilatına çatmırsa, bizdə hər il biz onun hesabatını aparırıq, yüzlərlə belə şikayətlər var. Onların ikisi, üçü bir, 2%, 3% məhkəmələrə gedib çıxır. Və məhkəmələrdə də biz onu uduruq. Amma elə mübahisəli işlər var ki, onlar biz həmin o məsələyə işə girişəndən sonra o məsələlər tam müsbət həll olunur. Elə söhbətlər də var ki, orada sahibkarların bəziləri qeyri-qanuni hərəkətlərə, yəni qanunu bilmədən onu haradasa dövlət orqanından istəyirlər, ona görə də alınmır. Buyurun. Burada söhbət ondan gedir ki, əgər dövlət orqanı ərizə və şikayətləri qəbul etmirsə, onlar məcburdurlar qeyri-hökumət təşkilatına müraciət etsin. Amma qanuni onların vəzifə borcudur ki, hər bir dövlət orqanının, vətəndaşının, istər sahibkar olsun, istər ki, onun müraciətinə baxsın və qəbul etsin. Onlar məcbur olaraq şikayətlərinə baxılmayan hallarda bəli, qeyri-hökumət təşkilatlarına müraciət edirlər. Bu müraciətlərinə də, ondan sonra müraciətlərinə baxılması prosesində müsbət addımlar olur. Amma bu birbaşa dövlət orqanlarının vəzifəsidir, o şikayətlərə baxılması. Ramin Hüseynov. Qeyd etmək istəyirəm ki, 161 saylı qaynar xətt əlaqə mərkəzinə rüşvət və korrupsiya hallarından başqa digər məmur özbaşınalıqları ilə də əlaqədar müraciətlər daxil olub. Qeyd etmək istəyirəm ki, 03 mart 2011-ci il tarixdən 31 dekabr 2012-ci il tarixə qədər qaynar xətt əlaqə mərkəzinə daxil olmuş müraciət 3576 müraciət daxil olmuşdur. Həmin müraciətlərin böyük əksəriyyəti süründürməçilik, məmur özbaşınalıqları ilə əlaqədar olmuşdur. Qeyd etmək istəyirəm ki, daxil olmuş müraciətlərin əksəriyyəti müsbət həll edilmiş, vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir. Vətəndaşların müraciəti ilə bağlı 5 sentyabr 2012-ci il tarixdə təsdiq edilmiş korrupsiyadan mübarizə edər 2012-2015-ci illərdə dövlət proqramında xüsusi maddələr nəzərdə tutulmuşdur. Həmin tədbirdə 161 saylı qaynar xətt əlaqə mərkəzinin fəaliyyətinin genişləndirilməsi, onun insan resurslarının və texniki imkanlarının genişləndirilməsi, daxil olmuş məlumatlarla bağlı dərhal tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Və bununla əlaqədar qeyd etmək istəyirəm ki, vətəndaşların müraciətləri 161 qaynar xətt əlaqə mərkəzinə daxil olmuş müraciətlərin böyük əksəriyyəti məmur özbaşınalıqları ilə də əlaqədardır və bu müraciətlər ya idarə tərəfindən həll edilir, yaxud da ki, aidiyyəti idarə təşkilatlara göndərilir. Daxil olmuş məlumatlarla bağlı vətəndaşların müraciətindən bağlı hər hansı bir imtina halı olmur ki, vətəndaşın müraciəti qeydə alınmaz. Bizim təşkilatımız vətəndaşlara hüquqi yardım göstərərkən biz tez-tez vətəndaşlara məhkəməyə getməsi tövsiyə edirik. Yəni, bu məcburiyyətin qarşısında qalırıq. Və dövlət məmurlarının öz başlıqlarına görə məhkəmələrə vətəndaşlar elə cüzi işlərlə müraciət etməli olurlar ki, onlar lazımsız məhkəmənin yükünü ağırlaşdırırlar. Məhkəmə prosesləri həm bahalı, çünki vəkillərin haqqı ödəmək lazımdır, bütün sənədlərin toplanması, orada müəyyən xərclər var. Məhkəmə prosesləri həm uzun çəkir, həm çox baha başa gəlir vətəndaşlara. Və mən yenə də deyirəm, bəzi hallarda elə cüzi məsələlərlə vətəndaşlar məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar, ya da qanun məsələn üçün çox aydın şəkildə məsələni əhatə edir və uzun, yəni məhkəmə prosesi heç lazım da deyil. Bizim təklifimiz ondan ibarətdir ki, yəni bizdə qanunvericilikdə bu nəzərdə tutulub. Məhkəmə qədər ya məhkəmədən kənar mübahisələrin həlli mexanizmları təkmilləşdirilsin. Bizim təklifimiz bundan ibarətdir. Qeydçilərə korrupsiya halları ilə bağlı, belə deyək ki, qeydləri olan müraciətlərə baxılmasında da qeydlər bir qədər belə deyək ki, öz missiyalarına uyğun fəaliyyət göstərməlidirlər. Qeydi belə müraciətlərə cavab verərkən yalnız məsləhət xarakterli bu məsələyə qoşula bilər. Yəni, vətəndaş əgər hansısa bir qurumdan qeydiyə ərizə veribsə, şikayət edir, qeydi o halda həmin ərizənin düzgün tərtibində vətəndaşın müraciət etdiyi ünvanların
ona göstərilməsində, eyni zamanda həmin ərizənin tərtibini, düzgün yazılışını ona yardım edə bilər. Bax, bundan artıq belə deyək ki, hərəkətlər bəzən QET-nin özü haqqında mənfi imij formalaşdırır. Dövlət qurumlarında QET-nin bir belə deyək ki, qorxulu bir qurum kimi qəbul olunmasına gətirib çıxarır. QET belə deyək ki, bu halda vətəndaşla dövlət qurumu arasında körpü rolunu oynamalıdır. Yalnız ona düzgün yol göstərməlidir ki, həmin vətəndaş öz hüququnu qoruya bilsin. Sevgin müəllim, buyurun. Mən o körpünü qeyri-hökumət təşkilatları qurmalıdır, hökumət strukturları ilə. Onsuz mümkündür, işləmək olmaz. Amma bugün elə körpülər var ki, qurulmur. Bugün Azərbaycanda 1 milyona yaxın ticarətdə işləyən insan var. Amma əfsuslar olsun ki, bizim axırıncı 6 ildə, 7 ildə dediyimizə baxmayaraq, ticarət haqqında qanun yoxdur. Əgər qanun yoxdursa, bugün o fəaliyyət planı yerinə yetirilmir ticarətçilərin. Qanun yoxdursa, sahələr üzrə müəyyən qaydalar olmalıdır. Qaydalar qanuna istinad olunmalıdır. O da yoxdur. Bugün Azərbaycanın bəzi iqlim şəraiti ondan imkan verir ki, küçə ticarəti ilin 10 ayını, 9 ayını fəaliyyət göstərsin. Amma qanun olmadığına görə ayrı-ayrı regionlarda, ayrı-ayrı şəhərlərdə bu icra hakimiyyəti strukturları öz baxımları vasitəsilə buna icazə verirlər. Və bu icazələri istəyər maddi cəhətdən, istəyər get-gəl tərəfdən çox narazıçılıqlar törədirlər. Əgər bu qanun olardısa, Nazirlər Kabineti qaydalar verərdi və bu qaydalara uyğun Azərbaycanın bütün rayonlarında, bütün şəhərlərində eyni qaydalarla həmin fəaliyyət olardı. İkinci, bu yarmarkaları keçirilir. Mən razıyam, lap yaxşı, bazarlar açılır. Bu hansı qaydalardır? Bugün mən onları bilmirəm və bugün bizim neçə dəfə biz İqtisadi İnkişaf Nazirliyinə 2 il bundan qabaq layihə də vermişdik ki, sizin vasitənizlə biz bunu Milli Məclisə verək. Qanunvericilik bizim imkan